Anthony Giddens, o da möhtəşəmdir. Deyir ki, ailə əvvəl borc kimi sanki qurulurdu, borc. Yəni, ailə də qurmalıyam da, insani borc, mənəvi borc. İndi isə emosional duyğuları doyurmaq üçün ailə qurur. Yəni, mənim sevgi ehtiraslarımı, həvəslərimi doyurmaq üçün, o da 6 aydan sonra, 1 ildən sonra zədələnir, adiləşirlər bir-birinə. Bu, axıra qədər deyil axı. Və ondan sonra başlayırlar ayrılmaq haqqında düşünməyə. Halbuki, əzizim, ailə sırf emosional bağlar üçün deyil, sırf sevgi ehtirasları üçün deyil. Ailənin 1000 dənə şərti var, faydası var. Onun biri budur. Sən ola bilər bir-birinə qarşı sevgi ehtiraslarının adiləşsin. Hətta biz bir-birimizi, müasir o ailələrdə var ya, biz bir-birimizə adiləşmişik, gedək boşanaq. Bu nə deməkdir?